Neftçala rayonunun Həsənabad qəsəbəsində yerləşən Şəhid Şəmsəddin Orucov adına tam orta məktəb qəzalı vəziyyətdədir. 10 ildən artıqdır yararsız olan bu bina nə əsaslı şəkildə təmir edilir, nə də ki, yenisi tikilir. Bəli. Bu barədə aidiyyatı qurumlara dəfələrlə müraciət olunsa da vəziyyət dəyişməz olaraq qalır. Neftçala rayonu Həsənabad qəsəbə tam orta məktəbi uzun zamandır ki, qəzalı vəziyyətdədir, lakin buna baxmayaraq tədris məktəbdə davam etdirilir. Çox təəssüf ki, məktəb rəhbərliyi içəridə çəkilişə icazə vermədi, amma belə bir deyim var, görünən kəndə nə bələdçi. 1978-ci ildə tikilən 3 mərtəbəli məktəb binası 2 korpusdan ibarətdir. Məktəbin bir korpusu artıq 5 ilə yaxındır istifadəsiz qalıb. Digər korpusda isə dərslər qəzalı şəraitdə davam etdirilir. Sınıq pəncərələr taxtalarla bağlanılıb, qapılar çürüyüb, divarlar çatlayıb, dam örtüyü su buraxır. Binanın özülü eroziyaya uğrayaraq tökülür. Bu isə təhlükənin ciddiliyindən xəbər verir. 2 milli qəhrəman, bir vətən müharibəsi qəhrəmanı yetişdirən məktəb binasının bugün belə baxımsız vəziyyətdə qalması hər bir qəsəbə sakinini ciddi narahat edir. Məktəb gör neçə ildir beləsinədir. Gəldilər bir dəfə remont elədilər. Böyle keyfiyyətsiz elədilər, çıxdılar gittiler. Kənd seviyeti bilir, hamısı var. Gəlsinlər, baxsınlar, desinlər. Lazımdır da uşaqlar yaxşı şəraitdə oxusunlar, biz də istəyərdik. Uşaqlar üçün də təhlükəlidir. Yəni müəllimlərin özü üçün də təhlükəlidir. Yaxşı olardı ki, təmin olunardı, ya bu nəsə bir tədbir görülərdi. Nəbəm oxuyur burada, bərbad vəziyyətlər, amma əncam eləmək lazımdır. Hər yerdə müraciət edirik, baxan yoxdur. Uşaqlar hamısı zədələnə bilər, əzilə bilər. Hər bir şey ola bilər. Necə qəzalıdan ki, təmirsizlik, ad nədir, sökülür də, təmir olunsa yaxşı olar da. İstəyir biz də yaxşı məktəbdə oxuyaq. Qapısı, pəncərəsi sınıq-sınıqdır. Sinif otaqları belə odun peçi ilə şeylirdi, yandırırdı. İndi biraz kombi, stil sistemi verilibsə, məsələn, pəncərələr falan sınıq olurlar. Ya da qapılar falan açıq qalır, soyuq girir içəri. Yağış yağanda sinifə yaxmır, amma koridorlar su olur. Sakinlərin sözlərinə görə 1176 şagirdi olan yerli məktəbdə vəziyyət acınacaqlı olduğundan valideynlərin əksəriyyəti övladlarını rayon mərkəzindəki məktəblərə göndərir. Hazırda isə təxminən 350-380 şagird qəzalı məktəbdə təhsil almağa məcburdur. Ki, ürəyimiz ağrıyır və bütün bu Həsənabad cəmaatının hamısının ürəyi ağrıyır ki, niyə məsələn gücümüz yoxdur, yəni bu böyük bir məktəbi burada təmir elətdirək. İnanın ki, uşaqların xeyli hissəsi üst tutub başqa məktəblərə gedirlər. Xərcləri çıxır. Avtobus, səhər-səhər, zaman uşaqlar həddindən artıq əziyyət çəkirlər, gedib məsələn Neftçala məktəblərində oxumaq üçün. Sakinlər bildirir ki, binanın 3-cü mərtəbəsi artıq istifadəyə yararsız vəziyyətdədir. Yağışlı havalarda sinif otaqlarına su damır, yenicə quraşdırılan istilik sistemi tam işləmir. Demək olar, məktəbdə şagirdlərin normal təhsil alması üçün heç bir şərait yoxdur. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da real nəticə əldə edilməyib. Məsələ ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsinin Neftçala təhsil sektoru ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məktəbin mövcud vəziyyətindən xəbərdardılar. Neftçala rayon Şəmsəddin Orucov adına Həsənabad qəsəbə 1 nömrəli tam orta ümumi təhsil məktəbindəki mövcud vəziyyətdən xəbərdarıq. Adı çəkilən təhsil müəssisəsinin əsaslı təmiri cari ildə təmiri nəzərdə tutulan məktəblərin siyahısına daxil edilmişdir. Qeyd etmək istəyirik ki, təhsil müəssisələrinin əsaslı təmiri növbəlilik və prioritetlik prinsip əsasında həyata keçirilir. Görünən odur ki, yeni məktəb binası tikilənə və ya əsaslı təmir edilənədək qəsəbə sakinləri hələ bir müddət də gözləməli olacaq. Tədris qəzalı binada davam etdiriləcək. Ümid eləyək ki, aidiyyəti qurumlar problemi gec olmadan həll edəcək və o vaxta qədər burada hər hansı xoşagəlməz hadisə baş verməyəcək.